Nədir günah? İslahi mənada hamımızın bildiyi budur ki, günah Allah Taala'nın əmrlərinə qarşı çıxmaqdır. Qadağalarına əhəmiyyət verməməkdir. Ki, şəriət hökmlərində də bilirsiniz, şəriət hökmü ki, 5 qrupa bölünür ki, vacib, yerinə yetirilməsi hər kəsə vacibdir, tərk etmək günahdır. Müstəhəb, yerinə yetirilməsi bəyənilir, tərk etmilməsinə günah yoxdur. Haram, yerinə yetirmək icazəli deyil, yerinə yetirsə insan cəza var, tərk etsə savab var. Məkruh, yerinə yetirmək bəyənilmir, amma etsə də günah qazanmır və mubah, etsə də olar, etməsə də olar. İndi insan vacibatı tərk etdikdə, haram etdikdə ilahi əmrlərə qarşı çıxmış olur və ilahi qadağalara məhəl qoymur. Bu zaman günah etmiş olur. Günah, biz baxsaq görürük ki, bir neçə bölgü var günah. Bəzən böyük günahlar, kiçik günahlara bölünür. Bəzən zahiri günahlara və batini günahlara bölünür. Adətən biz zahiri günahlara daha çox diqqət edirik. Batini günahlara bir o qədər əhəmiyyət vermirik. Amma batini günahlar daha təhlükəlidir. Zahiri günahlardan daha çox təhlükəlidir. Ona görə də Allah Teala ayədə buyurur, tərk edin günahı. Hansı günahları? Zahirini də tərk edin, batinini də tərk edin. Ki, zahiri günahlardan məsələn görürsən, biz biri şərab içir, zahirdir günahdır, ona pis baxırıq. Biri məsələn qeybət eləyir, deyir ki, zahiri günahdır, pis baxırıq buna. Amma həsəd məsələn insanın içindədir, ücüb özünü bəyənmək insanın içindədir, kin, küdurət bəsləmək, haqqa kin, küdurət bəsləmək insanın içindədir. Bunları biz görmürük və bunlara da heç özümüz də bildikdə bir o qədər əhəmiyyət vermirik. Amma batini günahların təmizlənməsi daha əhəmiyyətlidir. Eyni zamanda məsələn digər bir bölgədəki günah böyük və kiçik günahlara bölünür. Qur'an-ı Kərimdə Allah Teala buyurur, əgər siz qadağa olunmuş böyük günahlardan çəkinərsinizsə, sizin pisliklərinizi biz bağışlayarıq. Pis əməllərinizi, digər pisliklərinizi biz əfv edərik. Çünki böyük günahlar o günahlardır ki, o cəhənnəm əzabı vəd olunmuş günahlardır. Biz bu ayədən sui-istifadə edirik. Dedik ki, madam ki, günahlar bölünür, böyük günahlara, kiçik günahlara, böyükdən çəkinirik, kiçiyi də eləyirik ki, kiçik günah heç nə olmaz. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Əbu Zər el-Ğifari deyir ki, ey Əbu Zər, baxma günahın böyüklüyünə və ya kiçikliyinə, gör kimin sözündən çıxmısan sən. Əmrin sahibi daha böyükdür. İstər böyük günah olsun, istər kiçik günah olsun, biz Allahın hökmündən çıxmış oluruq. Bəzən də biz görürsən ki, bu həyatımızda Allaha doğru bu ömür həyatında seyr etməkdir. Böyük günahlardan çəkinirik, kiçik günahlara bir o qədər əhəmiyyət vermirik, laqeyd veririk. Hətta bəzən olur görürsən insanlar var, deyir ki, tək bizim günahımız elə bu olsun. Kiçik bir günah eləyir, deyir tək elə günahım bu olsun mənim. Ən böyük günaha çevrilir. Hədisdə var, soruşdular məsumdan ki, böyük günah hansı günahdır? Dedi, böyük günah o günahdır ki, sən onu kiçik hesab eləyəsən. Ona görə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, israr etdikcə günah kiçik sayılmaz. İstiğfar etdikcə böyük günah da qalmaz. Yəni insan kiçik günah olsa da belə israrlı şəkildə bunu edirsə, artıq o kiçik günah deyil, böyük günah. Və insan istiğfar edirsə həqiqi mənada hər bir böyük günahı yuyub aparar. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir gün döyüşlərin birində Peyğəmbər müsəlmanlarla, sahabəyə kiramla gedir. Çöllükdədirlər. Rasulullah buyurur ki, odun yığın, od qalıyıb yemək falan bişirmək üçün. Deyirlər, ya Rasulallah, burada çöllükdür, burada odun yoxdur ki. Rasulullah buyurur ki, hərəniz bir çöp tapın, bir çır-çıpıntı tapın, gətirin. Gedirlər, gəzişirlər, hərəsi bir çöp tapıb gətirirlər. Yığırlar, üstdə böyük bir tonqal yaranır, od vurub yandırırlar. Allah Resulü buyurur ki, kiçik günahlar da bu cürdür. Üst-üstə yığılaraq, bax, belə bir böyük bir günaha, böyük bir cəhənnəm ateşinə çevrilir.